Əziz altıncılar, 6-cı sinif kitabımızın son bölmələrinə gəlib çatdıq. Gəlin birlikdə izahlara baxaq. Bizim dərsliklərimizin 2 layihə əsaslı bölmələrimiz qalıb. Birinci layihəmizdə nədəndir? Project 1, The Story of Paintings, rəsm çəkməyin hekayəsi. Burada biz ilk növbədə gəlin deyir ki, make an audio guide for a famous painting. Burada özümüz oxuyaq gəlin bu mətni. Baxın, bu şəkil haqqında mətnimiz var. İlk öncə mətndə əlavə şəkilə diqqətlə baxaq. Daha sonra biz bu şəkildəkini oxuyaq, birlikdə tərcümə edək və sonra isə biz necə deyirlər, bir-bir çalışmaları izah edək və onların tərcüməsinə və həll yollarına birlikdə tapmağa çalışaq. Nədən söhbət gedir burada? Baxırıq ki, bizdən bu şəkildə bölmədə ümumi məlumat verilir. Claude Monet 1840-1926. Claude Monet 1840-1926 illər. The Artist Garden at Whitehall 1881. Whitehall bağçasının rəssamı 1881-ci il. All on Canvas, kətən üzərində yağlı boya və ölçüləri də yazılıb. Bunları oxumaqdan əlavə gəlin elə buradan başlayaq. Nə deyir? The painting, The Artist Garden at Whitehall 1881 is by the French Impressionist painter Oscar Claude Monet. Deyir ki, 1881-ci ildə çəkilmiş Whitehallda Rəssamın Bağı adlı rəsm əsəri Fransız impressionist rəssamı Oscar Claude Monet tərəfindən çəkilmişdir. He was born 1840 and died in 1926. O 1840-cı ildə doğulub və 1926-cı ildə dünyasını dəyişmişdir. The house in the painting was in the small village of Bettelon in French. Deyir ki, o belə deyək, rəsmi deyir, çəkdiyidir. Rəsmdəki ev Fransanın kiçik bir Whitehall kəndində idi və in 1878 Monet went to live there with his wife Camille, his son Jean and his son Michael. 1878-ci ildə Claude ora arvadı Camille və oğlanları Jean və oğlu Jean və onun oğlu Michael'la orada yaşamağa getdi. Soon after they arrived in Whitehall, Monet's wife died, but Monet stayed in Whitehall with his two boys. Tezliklə deyir, onlar ora çatdıqdan sonra deyir, qısa müddət sonra Monet'in həyatı yoldaşı deyir, neynədi, vəfat elədi. Monet 2 oğlu ilə deyir, neynədi, orada qaldı. Amma deyir, Monet neynəyib, tərk etməyib, yəni orada qaldı. Monet painted a lot of his paintings outside and he often painted his garden in different light and at different times of the day. Monet deyir, rəsmlərinin çoxunu çöldə çəkirdi və tez-tez bağını fərqli işıqda və günün müxtəlif vaxtlarında çəkirdi. Monet loved to plant flowers where he lived. Monet yaşadığı yerdə çiçəklər əkməyi deyir, sevirdi. In the garden in Whitehall, he planted tall flowers and the blue and white flower pots in the painting were Monet's. O deyir, Monet yaşadığı yerdə gül əkməyi sevirdi. Whitehall'dəki bağda o hündür çiçəklər əkirdi və rəsmdəki mavi və ağ çiçək qabları Monetə məxsus idi. He took them with him every time he moved house and they are in many of paintings. O hər dəfə evini dəyişəndə onları özü ilə aparırdı və onlar onun bir çox rəsmlərində var. Looked closely at the flower pots. What different colors can you see? Deyir, diqqətlə deyir, gül qablarına diqqətlə baxın və deyir, hansı fərqli rəngləri görə bilirsiniz? The boy in the painting next to a toy is Monet's son, Michael. Deyir, oyuncağın yanındakı rəsmdəki oğlan Monet'in oğlu Michel'dir.
And we don't know who the woman was in the painting. Deyir, rəsmdəki qadının kim olduğunu biz bilmirik. And the painting has many bright colors, but it was a sad time in Monet's life. Rəsmdə çoxlu parlaq rənglər var, amma bu Monet'in həyatında ən kədərli dövrlərdən biri idi. Baxın burada, yəni bu xanımı soruşur. Burada amma birdən də uşaq var axı burada. Bunları rəsmdəki deyək, Monet'in öz bağından çəkdiyi əsərlərdən biridir. Aha, nədən söhbət gedir? Biz artıq başlayaq burada. Çalışmalara baxaq. Birinci çalışmamıza baxaq. Görək nə deyir burada. Birinci çalışmada nə deyir? Look at the painting and the text of the audio guide. Quickly choose the correct answer. Şəklə baxın və deyir, audiona deyir, tezliklə deyir, izləyin və deyir, düzgün cavabı tapın. Bir də nədən söhbət edir? Where do you think you can listen to the audio guide? Deyir, siz deyir, harada deyir, bu audionu deyir, dinləyirsiniz. On a tourist bus, turist avtobusunda və yaxud in a museum, muzeydə. Əlbəttə ki, bu nədə ola bilər? Muzeydə ola bilər də. What is the audio guide for? Bələdçi nə üçündür deyir, nə üçün idi? To give information about the artist's life, rəssamın həyatı haqqında və to give information about the artist's life and the painting. Həm onun həyatı haqqında idi uşaqlar, həm də nə idi? Belə deyək, onun rəsmi haqqında idi. İndi bu audionu mən oxuduğuma görə bizə biraz qəribə gəlir bu çalışma, amma dinləyəndə elə bilin ki, biz audionu dinləmiş oluruq. Və cavabları işarə elədik. Növbəti ikinci tapşırığımızda isə uşaqlar deyir, qruplar işləyirik. Look at the painting and the question. Yenə şəkilə baxacaq və deyir, suallara cavab verəcək. What can you see in the painting? Nə görürük deyir çalışmada. Bir dəqiqə painting yazacaqdım yenə. Nə görürük? Biz bağ görürük. A garden, flowers, and people, and buildings. Bunu burada yazaq. And buildings. Sən yaza bilərdiniz. One song, nəsə onları da yaza bilərik. How many people are there? Neçədən adam var orada? 3 adam var da göstərdim orada. What is happening? Nə baş verir? Burada nə baş verir? Hər kəs öz fikrini deyə bilər. Məsələn üçün, burada nə baş verir? Baxaq görək. Məsələn üçün, the boy standing and looking around və yaxud they are going one woman goes upstairs, London və yaxud downstairs, the boy, burada bu oğlandı da. Yəni, burada şəxsi cavablarımız olar. Məsələn üçün deyə bilərik ki, birini yazaq ki, the boy is standing in the garden. And looking around. Oğlan parkda, bağda durub və ətrafına baxır. How does the painting make you feel? Bu rəsm sizi necə hiss elətdirir uşaqlar? Baxın, bu rəsmə baxanda siz necə hiss eləyirsiniz? Məsələn, biriz deyə bilərsiniz ki, mən xoşbəxt hiss elədim və yaxud qəmli hiss elədim. Buradakı bu 4-cü sual da, bu üstdə bu, yəni şəxsi cavablardır deyə. Məsələn üçün, mən yazıram ki, 4-cü cavabıdır da uşaqlar, burada 4 yazım sizcə. Məsələn, I feel myself bad. Mən özümü pis hiss elədim. Yəni, kədərli işlədim və yaxud sad da deyə bilərsiniz. Bad və yaxud happy, xoşbəxt işlədim. Yəni, orada cümlələr şəxsi öz fikirlərinizə görə belə də cavab verə bilərsiniz. Where do you think the painting is and why? Hardadır deyir bu rəsim və nə üçündür? A woman and a child are coming into the garden. Another child is playing in the garden. Yəni, belə cavablar verə bilərik. Məsələn üçün, gəlin. Bunun üçün də bir boş yer tapın. 5-ci üçün. Bax, bu 5 üçün gəlin. Buradan tapın. Sonra, məsələn üçün yaza bilərəm ki, a woman and
A hərfimiz niyə bu qədər böyük düşdü? And two child in the garden. And they looking Məsələn, buraya yazır. Looking the beautiful flower. Looking the flowers. Bu da şəxsi özümüzdən cavablar verə bilərik. Bu 5-ci sualımızdır, aydındır mı? Bizim burada 1-ci sualların 3-cü variantı tapşırığımızın cavablarını tapmağa yer qalmadı. Nə deyir? İndi 3-cü nə deyir? Bu şəxsi cavablar deyil. Bu sadəcə mən şəxsi yazdım. Siz istəsəz məsələn üçün deyək ki, building sözünün iyisi qaldı burada. Özünüz fərqli formada da cavab verə bilərsiniz. Şəkilə uyğun olaraq. 3-cü çalışmada isə yenidən deyir onu dinləyib bu mörtəzədəki suallara cavab verməli. Money was from. Money hardan idi? Fransadan idi. Düzdür. Money moved to the house in the painting in. Money'dir budur. Which year? Hansı ildə bura köçmüşdü? Baxaq bura deyək ki, uşaqlar. Bu hara köçmüşdü və neçənci ildə köçmüşdü? Baxın. Gördünüz 1878. 1878. Deməli bu sualın cavabı. Baxın bura nə yazmalıyıq? Yox, bura yox. Sorry, buraydı. Bura nə yazmalıyıq? 1878 yazıq ikinciyə. 3-də nə də deyir? Money painting it in. Money'nin şəkli harda idi? Hansı kətdə idi? Orada yazılmışdı. Vitiyuli. Baxın, bu kəndidir. Burada da göstərin. Bax, bu kəndin adıydı. Okay, sonrasına 5-də nədən? Yox, 4-də deyir. 4-də the boy next to the boy in the painting is. Şəkildə deyir, qadının yanındakı oyuncağın yanındakı deyir kim idi? Orada yazılmışdı Monet'in oğlu. Gəlin belə bunu çəkək, buradan yazım. Monet son kim idi? Michel idi o deyirdi. Michael L. Yəni orada o da var. 5-də nə deyir? Money often painting. Money tez-tez nə çəkirdi? Nə çəkirdi? His garden. Öz bağçasını çəkirdi də, yadınızdadır mı? Orada oxuduq elə. Money planted in the garden at Minel what? Nə çəkirdi? Hündür güllər əkmişdi, onları çəkirdi. Tall flowers. Money had children. Neçə dənə uşağı vardı Money'nin? Bura nə yazacaq? 2 dənə uşağı vardı. Belə. Bu cavabımızı da verdik və nədən söhbət gedir indi burada nəyə baxaq. Burada siz üçün planlar qurmaq üçün bəzi şeylər verib. Məsələn üçün deyir ki, choose your famous painting. Məşhurdur bir rəsm əsərinizi seçin. Find out of the painting. O haqda məlumat tapın. Look for images. Rəsmə baxın. Write your audio guide. Audio bələdçi yazın özünüzü. Remember to include information about the painter. What you can see in the painting and why they think people in the painting were important to the painter. Deyir bu ipuçları deyir, informasiyaları daxil etməkdir. Unutmayın deyir. Belə deyir, rəsm haqqında deyir, məlumat toplayın. Nə üçün deyir bu əşyaları, insanları çəkib deyir ora. Niyə deyir o rəsm əsəri çəkən üçün bunlar mühümdür. Sonra deyir check grammar, spelling, pronunciation and practice your pronunciation of difficult words. Deyir ki, burada qrammatikanı yoxlayın, hərfləri yoxlayın, öz tələffüzün üzərinizə diqqətlə dinləyin və özünü deyir çətin sözləri. Record your audio guide, öz deyir səsinizi qeyd edin.
Və reflect də deyir, nə which is your favorite audio guide? Hansı deyir sizin üçün deyir sevimli deyir audio bələdçinizdir və yaxud nə üçün? Burada think düşünmək üçün do you like the painting? Smith'i bəyəndiniz. Why not? What do you know is important to Moni haqqında deyir, nə bilirsiniz deyir, mühüm olan. Niyə bəyəndiniz, nə üçün bəyəndiniz? Məsələn, əgər Moni haqqında məlumatlar bilirsiniz, məsələn, biz öyrəndik ki, Moni is from nədə? French. Məsələn, və yaxud onun 2 oğlu olub və s. bu formada da məlumatlar əlavə edə bilərik. Növbəti tapşırığımızda isə yenə də bizim layihədir. Describing an animal, heyvanların təsvir edilməsi. Yenə də bu çalışmaları etməzdən əvvəl uşaqlar biz nə etməliyik? Bu bölmədəki mətni oxumalıyıq və daha sonra biz belə deyək çalışmasını edək. Gəlin, nədən söhbət gedir? Burada da biz heyvanlardan söhbət gedir və heyvanlar haqqında belə deyək, məlumatlardan söhbət gedir. Warning verib burada görə birinci bu nədir? Xəbərdarlığımız nədir bu hissədə? Every year more scarlet macaw disappear. Hər il daha çox qırmızı makaolar yox olur. Help us to save this beautiful bird. Bizə bu gözəl quşları xilas etmək üçün bizə kömək eləyin. Join our volunteer group now. Bizim könüllü qrupumuza qoşulun. Help protect scarlet. Müdafiə edin qırmızı makaolarımızı. Nə belə deyirəm ki? Və burada nələrə baxaq, görək nədən söhbət gedir. İndi bu haqda məlumatlar var. Gəlin bir-bir onları da tərcümə edək. Qırmızı makaolar görək kimlərdir, nələrdir? The scarlet macaw, qırmızı makaolar, A macaw, Are macaw, is a big red, yellow and blue parrot. Qırmızı, sarı və mavi tutuquşudur. A scarlet macaw can be 85-97 cm from the head to tail and it can weigh about 1 kilogram. Qırmızı makaolar başdan quyruğa qədər 85-96 cm uzunluqdadır və təxminən 1 kiloqram ağırlığında olurlar. Where it lives, harada yaşayırlar? It usually lives in the forests of tropical South America in countries such as Peru, Bolivia and Brazil. Onlar adətən tropikal meşələrdə, Cənubi Amerika ölkələrində yaşayırlar. Məsələn, Peru, Bolivia and Braziliya. Scarlet macaw usually build their nest in holes in the trees. Qırmızı makaolar adətən öz yuvalarını, nest yuva demək uşaqlar, ağac ovuqlarında, hosta ovuq yorğan deşik deməkdir. Orada adətən qururlar. They eat big seeds, fruit and some leaves with their strong beaks. Qırmızı makaolar adətən güclü dimdikləri ilə böyük toxumları, meyvələri və bəzi yarpaqlarla qidalanırlar. They sometimes eat insects. Bəzən həşəratlar da neynirlər? Yeyirlər, qidalanırlar. Babies, körpələri. Female scarlet macaw have 1 or 2 baby birds every 2 years Dişi qırmızı makaolar hər 2 ildən bir və ya 2 bala quş dünyaya gətirir. Both parents teach and look after the baby birds. Hər 2 valideyn bala quşları təlim verir və onlara baxırlar. They are social animals and they live their whole life with the same partner. Onlar sosial heyvanlardır və bütün həyatlarını eyni partnyorla yaşayırlar. They often live in groups of 3 or 4. Çox vaxt 3 və ya 4 nəfərlik qruplar halında yaşayırlar. They can live for 50 years in the wild. Onlar təbiətdə 50 ilə qədər yaşaya bilərlər. Yəni 50 yaşlarına qədər. Problem nədir? Scarlet macaws are losing their habitat because of deforestation. Problemdir, qırmızı makaolar meşələrin qırılması səbəbilə yaşayış yerlərini itirirlər.
It is illegal, but some people also catch and sell these beautiful animals as pet. Bu qanunsuzdur, lakin bəzi insanlar bu gözəl heyvanları tutub ev heyvanı kimi də satırlar. Yəni bunları siz dayanışa bilən quşlardır deyə xoşları gəlir. Aha, növbədə deyir ki, what can we do? Nə edə bilərik deyir biz. We plan new forests where scarlet macaw can live deyir. Biz qırmızı makaoların yaşaya biləcəyi yerlərdə yeni meşələr sala bilərik. We organize groups in local committees to look after the scarlet macaw. Qırmızı makaolara qulluq etmək üçün yerli icmalarda qruplar təşkil edə bilərik. To join our volunteer group, contact Jules Louis info 7samecause.org. Bizim deyir olan könüllü qruplarımıza qoşulun və deyir John Lewis ilə deyir bu e-maildir bu info@7macaw. John Lewis ilə əlaqə yaradın. Belə. Biz artıq bunları öyrəndik, yazdıq. İndi keçib buradakı məsələlərə. Nə deyir bizdə? İndi burada nədən söhbət gedir bizdə? Suallara indi cavab verək. Make a leaflet about an animal in danger. Nə deyir? Gəlin deyir. Leaflet nə deməkdir? Təhlükədə olan bir heyvan haqqında bir vərəqə hazırlayın. Leaflet nə deməkdir? Kağız vərəqə deməkdir. Aha. Look at the images and the text of the leaflet quickly. Deyir, şəklə baxın və deyir, kağızı, vərəqinizi deyir, mətnlə tez doldurun. Choose the correct answer. Doğru deyir, variantı seçin. What is the goal of the leaflet? Goal, məqsədi nə deməkdir deyir bu vərəqin. To teach people about the problem with scarlet macaws. Qırmızı makaolar onlar haqqındakı problem haqqında insanları deyir öyrətmək. To teach people about birds in South Africa. Cənubi Amerikadakı insanlara quşlar haqqında məlumat vermək. Və yaxud da ki, deyir, what type of information does it have? Hansı növdir informasiyası var, deyir, məlumata malikdir bu. Opinion, rəy, fikir, factical, faktiki məlumata aid idi. Belə bu fakt idi, uşaqlar. Doğru cavab budur. Və burada isə birincidə də nə idi? İnsanlara problem haqqında məlumat verib öyrətmək idi. Baxın bu, çünki burada problemdən də danışırdıq. Okay, bunu həll etdikdən sonra keçək ikinci tapşırığa. Read the leaflet and complete the fact file. Deyir, yenidən deyir, bunu deyir, oxuyun, belə deyir, vərəqinizi və bunlar üçün nə edirik? Cədvəli qururuq, faktlarına uyğun cədvəl qururuq. Okay, nə deyirik? Birincidə nədən söhbət gedir? Description, təsvir edirik. Bunlar nə edir? Big red və dalı da vardı. Yellow and blue parrot. Parrot yazılır. Okay, size, ölçüsü nə qədər idi? 85, 96 centimeter from head, tail, başdan quyruğa qədər deyirdi, 85-96 santimetrdir. And can weigh, nə qədər çəkisi vardı? Can weigh, nə idi bu G hərfidir? Can weigh about, təxminən, about 1 kilogram. Habitat, yaşayış yeri harda idi? Forests of tropical South Africa yox, Amerika. Oraya getdim. Amerika, nestis, burada susu da vardı. Nestis, harda? In trees. Aha, buradan da tərəfə yazmağa bizim yerimiz olmayacaq. Diyet, necə də qidalanırdılar diyetaları? Nə idi bunların? Big seeds, böyük toxumlar. Sonra nə yerdilər? Fruit yerdilər, düzdür. Sonra some leaves, bəzi yarpaqları yerdilər.
Sorry. Burada biraz. Some leaves. Buradan başlayayım derler. Leaves. Sonra bəzənsə sometimes nə yeyirlər? Insects. Həşərat da yeyə bilirdilər bəzən. Insects. İ'dən sonra burada n var. Bu nə ki şey? Insects. Okay. Babies. Bebişlər necə olurdu? Babylər. One or two. 2 və yaxud 1 və yaxud 2 babies olurdu. Birds. Every 2 years. Every 2 years. Üzü 2 ildən biri olurdu bunların balaları. Okay. Nə ki şey yazdım bunu. Necə oxuya bilərsiniz? Yəni bunlar bizim mətnimizin içərisinə götürdüklərimiz. İndi burada baxın bu tapşırığımıza baxacağıq. 3-cü tapşırığımız, amma mən gərək bunu birincisini silim. Saxlayıb bunu siz yazın. Mən bunu bu hissəsini pozub ki, çünki bu hissədə mən də yazılar yazacağam. Belə, çox səliqəliyəm. Fikir verməyin. Və növbəti deyir ki, quraşdırdığımız, yəni belə deyək, cədvəlimizə əsasən neynəməliyik indi? Nə edirik? Birinci nədir? Read the leaflet again and answer the question. Bu suallara cavab verin. 1. What problem does the leaflet describe? Bu deyir vərəqdə deyir, hansı deyir problemi təsvir edilmişdir? Bunların yox olmasından başlamışdır. Belə deyir, burada yazırıq. It nə ki şey, r hərfi var. Describes that Scarlet həm də boya adıdır uşaqlar. Bunu tünd belə bax, indi mən yazdığım elə qırmızı tünd. Bunu biraz rozuya çalır, amma belə qırmızılara da Scarlet rəngi deyirlər. Macaws are disappearing. And böyük oldular and losing their habits. Hətta onları neynirdi? Vərdişlərin, yaşayış yerlərində itirdilər də, düzdür, habit. Birincinin cavabıdır. Maşallah, elə birə bu qədər də yer mən xərcləmişəm. O birisini gəlin buradan yazım. İkinci. 2-də nədən söhbət edir? What is the reason for the problem? Problemin səbəbi nə idi? Problemin səbəbi nə idi uşaqlar? Problemin səbəbi o idi ki, bir dəqiqə buraları silək, buradan yazaq da neyini. İkincidə, 2-nin cavabında problemin səbəbi o idi ki, belə yazaq. The reason Gəlin. İstəyirəm bir qəşəng yazam. Belə yazaq. The and illegal neyinirdi bunları? Tutub satırdılar da. Catching of the birds for pets. Ev heyvanı üçün onları neyinirdilər? Həm meşəsizləşmə, həm də onları qanunsuz olaraq neyinirdilər? Ev heyvanı halına gətirmələri idi. Sonra 3-ə baxaq. 3-cü tapşırığımız nədir? What does the volunteer group to do help the Scarlet Macaws? Nə etməlidir, deyir volunteer, könüllü qruplar? Deyirdilər ki, orada bitki əkməliydilər falan. Gəlin, bax, buradan yazacağım bunu. 3-ün cavabı buradan yazacağım. They plant new forests and organize local
groups. To look, bu axırıncı cümlələrdə after the words. Words. Bu üçün cavabıdır. Növbəti dördüncü. Dörddə nə deyir? Do you think the leaflet is attractive? Why not? Düşünürsünüzmü deyir bu vərək? Bax, buradakı vərəkdən söhbət gedir və bundan. Cəlb edicidir, yoxsa yox? Mən də deyə bilərəm ki, bəli. Yes, because it has bright colors. Rəngarəng rəngləri vardı, parlaq rəngləri vardı. A big title, başlıq böyük idi, düzdürmü? And nə vardı orada? Beautiful and a beautiful picture of the bird. Quşun da nəyi vardı? Quşların da şəkilləri vardı. Gördünüzmü? Bax, bundan söhbət gedir. Bu vərəkdən söhbət gedirdi. Okay. Burada yəni birincinin cavabını bura yazdıq. 2-ni bura yazdıq. 3-ü bura yazdıq. 4-ü də bura yazdıq. Bu da bizim belə də 3-cü tapşırığımızın cavabları idi. Burada nədən söhbət gedir? Görək planlarımız və bizim tapşırıqlarımız nədir? Think, düşünmək. Why are many animals in danger? Nəyə görə çox animallar, heyvanlar təhlükədir? Do you do anything to protect animals in danger? Təhlükədə olan deyir. Heyvanlar üçün deyir. Nə edirsiniz? Və yaxud niyə görə məsələn üçün burada söhbət gedir? Your digital portfolio, sizin deyir rəqəmsal portfolionuz, present your leaflet to the class. Daha sonra deyir öz belə deyək, vərəqinizi, kağızınızı sinifə təqdim edin. Reflect, which is your favorite leaflet, hansıdır deyir. Sizin sevdiyiniz belə deyək, vərəqlər uşaqlardan sinifə təqdimatdan söhbət gedir. Məsələn, burada deyir ki, niyə görə bütün bir çox heyvanlar təhlükədir? Məsələn, yaza bilərik ki, bura cavab olaraq belə yazarıq ki, because of habitat loss, pollution and climate change. Okay, və yaxud deyir ki, do you think to protect animals in danger? Və yaxud siz deyir, düşünürsünüz deyir, onları qorumağa təhlükədə olan. Yes, məsələn deyərsən, I try save water və yaxud reduce plastic və yaxud yaza bilərsən bura plant many tree, məsələn bura yazaq, plant many trees və s. Yəni bu da buna cavab olaraq da yaza bilərik. Planda nədən söhbət gedir bizə? Choose an endangered animal in your local area. Bizim deyir yerli belə deyək, təhlükədə olan deyir bir heyvan götürürük. Find out about the animal. Heyvan haqqında məlumat toplayırıq. Look for images, şəklinə baxırıq. Write your text. Özün mətn yazırsan. Remember to include a description of the animal's habitat and the main problems and possible solution. Onu deyir, unutma deyir, ora daxil etməkdir. Onun təsvir edin, yaşayış yerin, qidasın, əsas problemi və ən mümkün həll yolları. Design your leaflet, öz deyir, vərəqini dizayn edin. Check grammar, spelling and punctuation. Yenə də deyir, qrammatikanı, hərfləri və yaxud tələffüzünə, durğu işarələrinə fikir ver. Belə, bunu məsələn üçün biz necə gedə bilərik? Canva proqramında məsələn üçün uşaqlar siz götürüb belə bir layihə hazırlaya bilərsiniz və bu layihədə nə edə bilərsiniz ki, belə deyək. Məsələn üçün, bax, bu Canva proqramında biz bir layihə götürək. Burada hər hansısa bir poster faylının
belə deyək, hər hansısa bir söhbət, belə deyək, bir poster forması, məsələn, Instagram poster formasını götürək. Burada istədiyimiz bir heyvanı götürüb bura əlavə edə bilərik. Məsələn üçün, burada nə yaza bilək ki? Məsələn, bizdə nə yoxdur? Qafqaz pələngi haqqında, məsələn üçün. Pələng haqqında bir belə yazaq bunu. Kartonun yazaq ki, biraz baxın, belə bir kartonlar götürüb qoya bilərik bura. Və yaxud da bunu gəlin başqa bir yerdən əlavə edim mən siz üçün. Təqə. Görün nə qəşəng oldu, baxın. Bunu məsələn üçün yazı yazaq bura. Maraqlı bir başlıq seçək. Nə yazaq burada? Bu ilə yazaq. Save our tigers. Bizim tigerləri xilas edin. Bunu da siz üçün Canvanız varsa işləməyə öyrədirəm sizə. Bir dəqiqə. Biraz yuxarı tərəfdən yerləşdirəyim. Məsələn üçün biz bunu yaşıl rəngdə də eləyə bilərik. Daha rəngarəng olsun. Baxın, bu hissədə. Hansı daha qəşəngdir, uşaqlar? Bu məncə daha qəşəng oldu. Tigers. Sonra nələr yaza bilərik bura başqa? Nədir bunu? Posterimizi neynədir uşaqlar? Qaleriya düşdü deyəsən. Okay, qaleriya yox. Bizim burada deyəsən hazırladığımız daha başqa nələr əlavə eləyə bilərik bura. Meşə yazdı burada məsələn. Forest. Bura necə bu meşələrdən götürüb qoya bilərdik bura. Yox, bu meşəmiz bizim yaxşı olmadı. Gəlin buradakı meşələrə baxaq. Buradakı şəkilləri belə deyək. Bir tərəfli şəkillər olsaydı, baxın. Burada. Sonra nə qoyaq bura uşaqlar? Bunu bura hissəsinə keçirdək. Belə. Bunu rəngini də dəyişə bilərik uşaqlar bir dəqiqə. Burada məlumatlar yaza bilərik. Belə deyək, ChatGPT-dən bunun üzərinə. İstədiyimiz formada bunu nə edə bilərik? Paylaşa bilərik. Məsələn üçün, bax, buradakı başqa məsələn üçün formada da tigerləri biz bura əlavə edə bilərik. Posterlərimiz də bu formada belə yaradıb Canvada. Daha sonra burada yükləmək istədikdə uşaqlar burada send eləyə bilərsiniz və yaxud bunu yükləyə bilərsiniz. Burada məsələn üçün bu formada yükləmək də olur. Müəllimə göndərmək olur e-mailinə. Məsələn, burada üzərində dediyim kimi məlumatlar da əlavə edib, maraqlı liftboundlar nə edə bilərik, düzəldə bilərik. Burada bizdən elə onları istəyirdi ki, projelərimizi bu formada nə idi, düzəldək. Leaflet, bax bunu bizim elə bir ki, posterlərimizdir. Belə, bu qədər. Demək olar ki, bizim
kitabımız qurtardı. Daha sonra qrammatikalarımız var. Əgər sizə də qrammatikaların izahı lazımdırsa, yazarsınız. Yenə davamlı olaraq bunların izahını davam edərik. Növbəti 7-ci sinifimizin kitabının izahında görüşənə qədər uğurlar. Sağ olun.